Salam aleykum dostlar. Bu günləri ördək yumurtalarımızın balaca inkubatorda 8-ci günüdür. Yəni birazdan 8 olacaq. İnşallah. Dostlar biraz tez çəkirəm. İşlərim var biraz. Bu örtüyü götürmüşəm üstündən. Bunun üstünə bir örtüyü atıram ki, bunun şeyi yoxdur da. Bu bunun kimi yoxudur ki, normal saxlasın istiliyi içində. Örtüyü qoyuram. Örtüyü biraz tez götürmüşdüm deyə dərəcəsi düşüb. Yəni dərəcəsi elə 37-8 qoyasınız. Yəni buna aldanmayın deyə deyirəm ki, yəni 36 görsənir. Ona aldanmayın. 37-8 olacaq. Eyni ilə o bursu inkubatordakı kimi söndürürük inşallah. Ağzını açırıq. Bunların axşam sabahları yoxlayacağım mayalanmayın. İnşallah ki yaxşı olar Allahın izni ilə. Aha, eyni ilə baxın, eyni ilə ilmanğı sirkəli su səpirik. Baxın. Səpirik. Çox səpməyin. Saçın hər tərəfdən səpin ki, bütün kifayət edər. Biraz çox istand elə bil. Eybi yoxdur. Biraz havalandırın. Sonra bağlayın ağzın. Yəni kifayət edir. Biraz soyuqdur, isti deyil. Ona görə biraz belə havalandıracağım Allahın izni ilə. İnşallah bu inkubator Allahın izni ilə, yəni ilk dəfədir yoxlayıram. İlkimdir mənim. Bunu da yoxlamışam bir dəfə. Yəni yaxşı çıxarmamışam, yəni bu cürünə şeyləri eləmirdim də. Elə qoymuşdum. Axırda heç sulamayacaq, yəni belə bir şey olmayıb. Yəni, axırda da ki gördüm ki, yəni çıxarmadı. Yəni bunları eləmək lazımdır. İnşallah ki bunları da ola bilsin, qazları da satım. Yəni varımdır, ördəklərim varımdır, görmüsünüz. Qazım da yatıb, qazlarım axır ki yatdılar. Onlar da yatıblar, onları çəkib sizlə paylaşmamışım. İnşallah çıxımını paylaşaram. Belə, İnşallah ki bunları satmaq fikrindəyəm ki, yəni yerli ördəklərimin yumurtalarıdır, yəni narahat olmayın. İnşallah ki bunları İstəyən olsa sataram, yəni paylaşaram sizinlə Allahın izni ilə. Belə dostlar, inşallah bunun ağzını birazdan bağlayacağım. Qoy biraz hava girsin bunun içinə. Bunu 8-ci gündən 20-ci günə qədər eyni ilə onda necə eləmişdik, bunda da elə. 8-ci günündən 20-ci günə qədər bu cürünə eləyirik. Hər gün bir dəfə. 20-ci gündən sonra da inşallah ki videom olacaq. İzləmədə qalın. Allah razı olsun. Allah hər birinizin kömək olsun inşallah. Sağ olun, var olun.